İngilis dilində sözləri tez, Allah sənin var ya. Öyrəndiyimiz zaman bəzən çox tez yadımızdan elə getmir. Siz deyən kimi deyin. İngilis dilində söz əzbərlədiyimiz zaman çox tez yadımızdan çıxır. Bunun səbəbi nədir və necə aradan qaldıra bilərik? İngilis dilində sözləri tez unutmağımızın səbəbi onların passiv yaddaşda qalmasıdır. Yəni sözləri əzbərləyirik və daha sonra onları istifadə etmirik. Bunu aradan qaldırmaq üçün yaxşı olar ki, onu aktiv yaddaşa biz çevirək. Necə etmək lazımdır? İmkan daxilində müəyyən vaxtdan bir listinə getmək lazımdır və şəkillər üzrə hekayə qurarkən, esse yazarkən o sözləri cümlələrdə işlətmək lazımdır. Bu şəkildə sözlər passiv yaddaşdan aktiv yaddaşa keçə bilər. Digər sualım 11-ci siniflərlə bağlıdır. Buraxılış imtahanlarında 100 sözlük esse yazmaq tələb olunur və bu barədə nə məsləhətləriniz var? Bəli, 100 sözlük esse tələbi əksər abituriyentlərdə ruh düşkünlüyü yaratdı, amma bu göründüyü kimi deyil. İlk öncə bilmək lazımdır ki, siz 100 söz yazmasanız belə o essedən bal ala bilərsiniz. Bunun üçün davamlı olaraq ümumi ingilis dilimizi və yazı bacarıqlarını inkişaf etdirmək lazımdır. Hər işdə olduğu kimi davamlı və müntəzəm çalışaraq da bu tapşırığın da öhdəsindən gələcəksiniz. Buraxılış imtahanlarında 100 söz tez çox pauza oldu. Alındı ki. Bu ilk haldır. Deməli, uzaqdan yoxlayırıq. İndi isə yaxından yoxlayacağıq.